Salam, hər vaxtınız xeyirli olsun. Güvən 11-ci sinif buraxılış 2026 yeni kitabdan çoxluqlar bölməsinin suallarına baxırıq. Keçək birinci suala. ABC çoxluğu üçün aşağıdakilərdən hansı doğru deyil? A M çoxluğuna daxildir, bəli. B M çoxluğuna daxildir, C də daxildir, Y daxil deyil. Baxın, Y variantında yazıb ki, deməli, Y elementi M çoxluğuna daxildir. Xeyr, daxil deyil. C variantı sizi çaşdırmasın. C variantında deyir ki, F elementi M çoxluğuna daxil deyil. Bəli, bu doğrudur, daxil deyil. Amma Y variantı yanlışdır. İkinci, çoxluğu üçün NA. NA yəni A çoxluğun elementlərin sayını soruşur. MNKS 4 dənə element var. 2 də oldu cavab. C variantı 3. Aşağıdakı çoxluqlardan hansı F çoxluğu ilə eyni güclüdür? Eyni güclü, yəni yalnız elementlərin belə deyək ki, nədir? Sayı eyni olsun. Sayı eyni olsun. Sayı eyni olan çoxluqlar da hansı çoxluqlardır? Baxaq. 1, 2, 3, 5. 4 dənə element var. A variantları 4 element var. B'də 3 element, C'də 2, Y'də 3, D'də də 5 element var. Deməli, A variantı eyni güclüdür. Yəni, elementlərin sayı eynidir. 3-də oldu cavab A variantı. 4. Aşağıdakı çoxluqlardan neçəsi eyni güclüdür? Eyni güclük o deməkdir ki, elementlərin sayı eyni olsun. Görürük ki, birincidə də A çoxluğu sonsuz saydadır, natür ədlər çoxluğudur. İkinci, B çoxluğu da eyni qaydada, C çoxluğu da eyni qaydada, Y çoxluğu da eyni qaydada. Yəni, 1, 2, 3, 5-cilər eyni güclüdür. 4 dənəsi eyni güclüdür. Amma 4-cü D çoxluğu isə 3 elementi var. Yəni, bu artıq eyni güclü deyil. 4-də oldu cavab D variantı. 5. Aşağıdakı çoxluqlardan hansı J çoxluğunun alt çoxluğudur? Alt çoxluq odur ki, J çoxluğuna daxil olan elementlərdən təşkil olunsun. Yəni, A variantında 5, 6, 7, 8 deyir. 6 J çoxluğuna daxil deyil. Deməli, A variantını sildik. B'də 9, 8, 7, 5. Görürük ki, hamısı daxildir. Digər variant C'də yenə 6 var, daxil deyil. D'də yenə 6 var, Y'də də 6 var. Deməli, bunlar alt çoxluq deyil. Alt çoxluq B variantıdır. 6. Çoxluğun neçə alt çoxluğu var? Çoxluğun n elementli çoxluğun alt çoxluqlarının sayı biz demişdik ki, 2 üstündə n ilə hesablanır. Bir dəqiqə, n elementli çoxluğun alt çoxluqlarının sayı 2 üstü n düsturu ilə hesablanır. Onda, burada əgər K, L, M 3 dənə element varsa, onda 3 elementli çoxluqdursa, alt çoxluqlarının sayı 2 üstü 3, yəni 8 dənə olacaq. 6-da cavab oldu Y variantı. Sonra 7-ci sual. A və B çoxluqlarının birləşməsi. Birləşmə deyəndə bütün elementlərin hamısını yazırdıq bir yerə. Yəni, A və B çoxluqlarının birləşməsi olacaq 1, 2, 3, 4 və 5. Bunlar olacaq A və B-nin birləşməsi. A variantı oldu 7-də. 8-də deyir ki, birləşməsinin elementlərin sayını tapın. Birləşməsinin elementlərin sayı, əvvəlcə birləşməsini yazırıq. Birləşməsi olacaq 1, 3, 4, 5, 6, 7, 9. 1, 2, 3, 4, 5, 6, 7 element. Və bu 7 element NA birləşmə B-ni verir bizə. Yəni, elementlərinin sayı 7 dənədir. Cavab 8-də oldu D variantı. 9. Çoxluqların kəsişməsini tapın. Çoxluqların kəsişməsi ortaq olan elementləri götürürük. Ortaq olan elementlər də görürük ki, yalnız 3 və 4-dür. 3 və 4. Cavab oldu 9-da C variantı. 10-cu sual. A və B çoxluqlarının kəsişməsinin elementlərin sayını soruşur. Əvvəlcə kəsişməsini tapaq. Kəsişməsi nə idi? Ortaq olan elementlər. Yəni 2-dir ortaq olan, sonra 9-dur və 11-dir. Onda NA kəsişmə B deyəndə 3 element var kəsişməsində. Deyirik ki, 3-ə bərabərdir. 10-da oldu cavab A variantı. 11. Yenə eyni qayda, eyni ortaq elementləri tapırıq. Elementlərin sayını hesablayırıq. 12-də A və B çoxluqlarının fərqi. A və B çoxluqlarının fərqi deyəndə biz nə edirik? Əvvəlcə bu çoxluqları yazaq. B çoxluğu 3, 4, 5. Yəni, A çoxluğu çıxılsın B çoxluğu, A və B çoxluqlarının fərqi deyəndə mən A-da, B-də olanları atıram, ortaq olanları atıram. Baxıram, ortaq olan hansıdır? 3-dür, 4-dür.
Onda A açıq B olacaq 1, 2. 2 element. Cavab oldu 12-də C variantı. 13-də deyir ki, N, B çıxılsın, A-nı tapın. Əvvəlcə mən B çıxılsın, A-nı tapacağım. Yəni bu nə deməkdir? B çoxluğunda A ilə ortaq olanları atacağım. Baxıram ki, 3, 4, 5-də A ilə ortaq olan hansıdır? 3 ilə 4. Yerdə qaldı 5. Onda N, B çıxılsın, A neçə verdi mənə? 1 verdi. 1 elementlidir. Cavab oldu D variantı. 14. N, A bərabərdir 5-ə. N, B bərabərdir 4-ə. N, A kəsişmə B bərabərdir 2-yə. O zaman N, A birləşmə B-ni deyir tap. Düsturumuz belə idi ki, N, A üstə gəlinsin, N, B çıxılsın, N, A kəsişmə B. Düsturum mənim bu idi. İndi N, A birləşmə B-ni bilmirəm. N, A-nın yerinə 5, N, B-nin yerinə 4, kəsişməsi yerinə 2 qoyuram. 9 çıx 2, 7. Deməli, N, A birləşmə B neçədir? 7-yə bərabərdir. 14-də cavab oldu Y variantı. 15-ci sual da eyni qaydadır. Keçək 16-cı suala. 16-da yenə düsturumu əvvəlcə yazıram. N, A üstə gəl, N, B çıxılsın, N, A kəsişmə B. N, A məndə 12-dir. Bu 12-dir. Bərabərdir. N, A plus N, B-ni bilmirəm. Çıxılsın, kəsişməsi 3-dür. 3-ü keçirtdim sol tərəfə. Oldu N, A üstə gəlinsin, N, B 12 plus 3, 15. Söz, cavabım oldu C variantı 16-da. 17. 17 üçün düsturumuz deməli görək nə olacaq? N, A birləşmə B bərabərdir 17-yə. N, A bərabərdir 8-ə. N, A çıxılsın B bərabərdir 5-ə. N, B-ni məndən soruşur. Deməli, mən bir Venn diaqramı çəksəm. Venn diaqramı çəkirəm. A və B-ni yazıram. Sonra mən deyirəm ki, N, A çıx B 5-dir. N, A çıx B, baxın bu hissədir. Bu qara ilə dairələdiyim hissədir. Bura 5-dir. Yalnız A-ya daxil olanlar yəni. N, A 8-dirsə, ümumi N, A 8-dirsə, bura 5 olduğundan deməli kəsişməsinə 3 düşdü. Onda N, B çıxa, burada bir X deyirəm. Yaxşı, onda birləşməsi 17-dir axı. Bunların cəmi olacaq 5 üstə gəl 3 üstə gəl X bərabərdir 17-yə. X bərabərdir 17 çıxılsın 8, yəni 9. Bu da elədi 9. Onda NB nəyə bərabər olacaq? NB buradır da 3 ilə 9-un cəmi, yəni 12-yə bərabər olacaq. 17-də cavab oldu D variantı. Keçirik 18-ə. Sinifdə 26 şagirddən hər biri ən azı bir xarici dili öyrənir. Onlardan 14-ü ingilis dilini, 18-i alman dilini öyrənir. Neçə şagird hər iki dili öyrənir? Baxın, ingilis dili öyrənənləri I desək, NI 14. Alman dili öyrənənləri NA ilə işarələsək 18 nəfərdir. Və cəm birlikdə bunların birləşməsi, yəni 26-dır. Mənə isə deyir, hər iki dili bilən, yəni bunların kəsişməsində neçə element var, bunu soruşur. Mən də düsturumu bilirdim axı. I birləşmə A bərabərdir NI üstə gəl NA çıxılsın bunların kəsişməsinin elementlərinin sayı. Və buradan birləşməsi 26-dır. NI 14-dür. NA 18-dir. Çıxılsın kəsişməsi bilmirəm. Kəsişməsini tapacağım. 14 üstə 18, 32. 32 çıxılsın NA kəsişmə I bərabərdir 26-ya. NA kəsişmə I bərabər 32 çıx 26 elədi 6. 18-də cavab oldu E variantı. 19. 30 şagirddən 6-sı heç bir xarici dili bilmir.
14'ü ingilis dilini, 15'i fransız dilini bilir. Neçə şagird hər iki dili bilir. 30 nəfərdən 6 nəfər heç bir dili bilmirsə, o 6 nəfəri çıxartıb qoydum qırağa. Yerdə qaldı 24 nəfərim. Onda ingilis dili bilənləri yenə NI desək 14'dür. Fransız dili bilənlərə NF desək 15'dir. Ümumilikdə isə bunların birləşməsi 24'dür. Nəyə görə 30 götürmədim? Çünki heç bir dili bilməyənlər artıq mənə lazım deyil. Qoydum qırağa. İndi hər iki dili bilənlər üçün beləncə düstur yazırdım. Yenə bayaqki kimi. Birləşməsi bərabərdir NI üstə gəl NF çıxılsın bunların kəsişməsi. Birləşməsi 24'dür. NI 14'dür. NF 15'dir. Çıxılsın NF kəsişmə I. Buradan da NF kəsişmə I nə verəcək mənə? 14 üstə 15 29. 29'dan da 24 çıxdım elədi 5. 5 nəfər deməli hər iki dili bilir. Baxaq 20-ci suala. 20-ci sualda deyir hansı doğrudur, neçəsi doğrudur? Birinci doğrudur çünki kəsişməsi A və B-nin kəsişməsi elə A-ya daxildir, yəni A-nın alt çoxluğudur. İkinci deyir A və B-nin kəsişməsi A-ya bərabərdir. Xeyr, A və B-nin kəsişməsi düzdür. A-nın elementləri də var orada, amma A-nın hamısı yoxdur da. Çünki A ilə B-nin ortaqlarını götürmüşük. Üçüncü, A çıx B, B-nin alt çoxluğudur. Xeyr, B çıx A, B-nin alt çoxluğudur. Dördüncü, A ilə B-nin birləşməsi B-nin alt çoxluğudur. Xeyr, A ilə B-nin kəsişməsi B-nin alt çoxluğu ola bilər. Beşincidə də düzdür, səhvdir. Çünki NA bərabər olmalıdır. Nəyə? NA çıx B ilə NAB-nin kəsişməsinə. Düstur belə olmalı. Doğru olan bir dənə birincidir. O da 20'də oldu. A variantı. Baxırıq 21'ə. Aşağıdakilərdə neçəsi doğrudur? Eyni tipli sualdır. Deməli burada A ilə B-nin kəsişməsi A-nın alt çoxluğudur. Bəli, doğrudur. Ondan sonra A ilə B-nin kəsişməsi A ilə B-nin birləşməsinin alt çoxluğudur. Bəli. A çıx B, birləşmə B çıx A. Bu bizə A birləşmə B-ni verir. Xeyr. Burada o kəsişməsi də lazımdır. Kəsişməni də yazsaydı, onda birlikdə A çıx B-ni verərdi. A birləşmə B-ni verərdi. Dördüncü, NA birləşmə B. Bu düzdür, onsuz bunu bilirik, doğrudur. Beşinci, NA çıx B bərabərdir. NA çıx NA bir kəsişmə B. Bu da ki, bayaq ki, bu düzdürdür. Buradan NA çıx B-ni tapanda NA-dan A və B-nin kəsişməsini çıxaram. Doğrudur. Deməli 1, 2, 4, 5, 4 dənəsi doğrudur. Oldu 21'də D variantı. Bunlar qaydalardır. Qaydaları bilsiniz, bunları bilərsiniz. 22, kəsişməsində element sayı 4 ilə 5-də açıq aydın görünür. 2 dənədir. 23 fərqində A çıx B-nin fərqi orada 1, 2, 3'dür. Yəni A, B, A çıx B bu hissədir yalnız. Baxın, rəngliyim siz üçün. A çıx B bu hissədir. Burada 1, 2, 3. 3 dənə element daxildir. 24. 24'də Venn diaqramını çəkirik. Rəngliyib bizə buraları. Deməli, rəngli hissə bizdə haradır? Bu hissədir. Bu hissədir. Deməli, bu da eləyəcək bizdə nə? A variantına baxaq elə. Deyir ki, A ilə C-nin birləşməsini, baxın, A ilə C-nin birləşməsini siz üçün belə göstərirəm. Baxın, baxın. A ilə C-nin birləşməsi budur. Baxın, bütün bu dairələr hamısı, yəni. Bu qara xəttlərin içərisində nə varsa hamısı A ilə C-nin birləşməsidir. Və bunu B ilə kəsişdirəndə, baxın, B də budur. B ilə kəsişdirəndə nə qalır? Ortada bu göylə rənglədiyim hissə qalır. Yəni, A variantı elə doğrudur. 25. 25'də görürəm ki, C-dən nəyi çıxıb? C çoxluğundan. Baxın, Venn diaqramını çəkib və bir dənə də C çoxluğudur bu. Buraları rəngləyib ancaq. Bu da nə deməkdir? Bu da odur ki, C çoxluğundan bir dənə bu hissəni, yəni A ilə B-nin kəsişməsini atıb. O da 25'də E variantıdır. 26. 26'da deməli B-nin A-ya tamamlayıcısı, B-nin də A-ya tamamlayıcısı deyəndə 2 element buradadır. D ilə Y. A, B, C, G, F. 5 element burada. A-nın B-yə, B-nin A-ya tamamlayıcısı, baxın bu 5 dənə
elementlərdir. O da eləyir Y variantı. 27. 27-dən də nə görürük? A ilə B-nin birləşməsindən bir dənə S çoxluğun çıxıb. Fikir verin, A olan isə S çoxluğudur. A birləşmə B çıx S. 27-də oldu A variantı. 28. Deyir P ilə R-in kəsişməsi. Əvvəlcə P ilə R-in kəsişməsi nədir? Görürəm variantda da A ilə B-dir. Sonra bunu Q ilə BCD ilə birləşməsini tapıram. Bundan birləşməsini tapıram. Bunların da birləşməsi nə eləyəcək? ABCD. Yəni ABCD də hansı çoxluqdur? ABCD P çoxluğudur. Cavab oldu C variantı. Sonra 29 deyir ki A çoxluğunun alt çoxluqlarından neçəsi B-nin də alt çoxluğudur. Yaxşı. Baxıram. A-dan, A-nın elementlərindən yalnız B-də olanları, ortaq olanları saxlayacağım. Hansılardır? 1, 2. 2 dənədir. 2 dənədirsə, onda deyərəm A-nın alt çoxluqlarından yalnız 2 üstü 2. 2 element. Yəni 2 ilə 6, 2 element olduğundan 2 yazdım üstündə. 3 element olsaydı 2 üstü 3 yazardım. 2 üstü 2, 4. 4 dənəsi nədir? B-nin də alt çoxluğudur. 29'da oldu D variantı. 30. 30 üçün düstur belədir ki, N A birləşmə B bərabərdir N A çıxılsın B. Ondan sonra üstə gəlinsin N B çıxılsın A. Üstə gəlinsin N A kəsişmə B. Bu da bizə nə verir? N A birləşmə B-ni 14 verib mənə. Yazıram 14. Deyir N A-çıx B, N B-çıxa bərabərdir. Yəni 3x minus 7 bərabərdir 2x minus 3-ə. Buradan da x elədi 4. X 4-dürsə aparıb yerində qoyaram hər hansı birində. 2 vur 4, 8, o da çıx 3, 5. Taparam A çıx B-də 5-dir, B çıx A da 5-dir. Kəsişməsi də bilmirəm, ta ki bir A-dır. Onda nə oldu? 14 bərabərdir 5 plus 5 plus A. 10 üstə gəl A bərabər 14-dən A elədi 4. Yəni kəsişməsi 4-dür. 30'da oldu cavab bu variantı. 31. 31'də deyir ki A çoxluğun elementləri MNK. MNK. B çoxluğunun elementləri KTM. Deyir N A çıx B. A'dan B'də olanları atsam, A çıx B, A'dan B'də olanları atıram da. Yəni hansıdır? K'dır. Qaldı M, bir də M'dir. Qaldı N tək, yəni bir element. N B çıxılsın A isə B'dən A'da olanları ataram. Yəni hansılardır? K ilə M qaldı T bir dənə element. Və bunların cəmi də eləyəcək 2. Bizdən cəmi soruşur. 31'də cavab oldu. Bu variantı. 32 birləşməsinin elementlərin sayı hamısını yığırıq. 1'ə 1, 2, 3, 4, 6'dır. Yəni 5 elementdə 32'də bu variantıdır. 33. 33'də deməli düsturumuz belədir. N A birləşmə B bərabərdir N A çıx B. Üstə gəl N B çıx A. Üstə gəl N A kəsişmə B. A birləşmə B 16, A çıx B X, B çıx A 12, kəsişməsi 1. X elədi 3. Yəni A çıx B 3'dür. A çoxluğu deməli neçədir? A çoxluğun element sayı beləncədə tapılırdı. N A çıx B, üstə gəl N A kəsişmə B. A çıx B-ni 3 tapdım, kəsişməsində 1 bilirəm. 3 plus 1, 4. Deməli A-nın 4 elementi var. Onda alt çoxluqlarının sayı neçə eləyəcək? 2 üstü 4 bərabərdir 16. 33'də cavab oldu E variantı. 34. A, B'nin alt çoxluğu olarsa aşağıdakilərdən hansı doğru deyil? A, B'nin alt çoxluğudur. Tutaq ki, bu B'dir, bu da A'dır.
Deyir ki, A birləşmə B elə A-ya bərabərdir. A ilə B-nin birləşməsi A-ya yox, B-yə bərabər olmalıydı. Səhvdir. İkinci, A ilə B-nin kəsişməsi B-dir. Yox, A ilə B-nin kəsişməsi A olmalıdır. Sonra doğru deyil soruşur. 1 ilə 2. 1 ilə 2-də bir dənə A variantında var. 3 məlumdur ki, doğrudur. B çıxılsın A. Deməli nədir? A-nın B-yə tamamlayıcısıdır. Sonra A çıxı B də boş çoxluqdur. Bəli, A çıx B də çünki A B-nin içərisindədir. A-dan B-də olanları atsam üstə heç bir element qalmır. A-nın da B-yə tamamlayıcısı B çıxılsın A-dır. Yəni bu qıraqdakı elementlərdir. Doğrudur. Deməli 1 ilə 2 yanlışdır. A variantı 34. 35. Deyir ki, A kəsişmə B və A ilə boş çoxluğun birləşməsi. Bilirəm ki, A ilə boş çoxluğun birləşməsi A verir. Və A ilə B-nin kəsişməsini də təzədən A ilə kəsişdirsəm, nə olur? Elə nəticə yenə A ilə B-nin kəsişməsi qalır. 35 oldu A variantı. Sadə bir sual. 36. 36-da nədir? 36-da görürəm ki, A ilə B-nin kəsişməsindən S-ni çıxıb sadəcə. S-yə aid olan hissəni atıb. O da oldu 36-da A variantı. 37. Görürəm ki, yalnız A və yalnız B var. Qalan hissələr yoxdur. Nə A ilə B-nin kəsişməsi yoxdur, nə S yoxdur. Buradan da baxıram. Birinci baxaq A variantında nə deyir? Deyir A çıx S-ni B çıx S ilə kəsişdirirəm. Kəsişməsi deyil axı burada. Görürəm ki, iştiqlədiyi hissələrin kəsişməyə aidiyyatı yoxdur ümumiyyətlə. B variantında deyir A ilə S-nin birləşməsini birləşdir B çıx S. A ilə S-nin birləşməsi S-yə aidiyyatı yoxdur. Çünki S-ni rəngləməyib heç. Əgər S-ni rəngləməyibsə burada, heç A ilə S-nin birləşməsindən söhbət belə gedə bilməz. Sonra C variantında deyir A birləşmə B. Aha. A birləşmə B. Bax, axın A birləşmə B. Bu sualları biraz diqqətli şəkildə analiz eləmək lazımdır sadəcə. A birləşmə B budur. Baxın, rənglədim buranı. Götürdüm dairəyə aldım. Çıxılsın, çıxılsın. Nə deyir? S-nin A və B-nin kəsişməsi ilə birləşməsi. A və B-nin kəsişməsi nədir? Bu hissə. Və S-ni də qatdım bura. S ilə birləşməsidir. S-ni də qatsam bura. Onda gəlin bunları hamısını rəngləyirəm qara ilə. Baxın. Bura. Bu rənglədiyim hissə buna aiddir. Onda mən A və B-nin birləşməsindən bu qara rənglədiyim yeri çıxsam, nəyi alaram? Buranı və buranı alaram da. Deməli C variantı doğrudur. 38. 38-də deyir ki, N A çıxılsın B və S-nin kəsişməsi. Deməli, baxın uşaqlar, burada nə edirəm? A, B, S. Bura A və deməli elementlər tam görünmür. Görək A və H. Bura B. Bura S, Y. Sonra bura K daxildir. D'dir, J'dir, T. Sonra nədir baxaq? Deməli F buradır. Burada da görünmür. Ta ki hansı bir X'dir. Bizə nə deyir? Deyir ki, B ilə S-ni kəsişdir. B ilə S-nin kəsişməsi, uşaqlar baxın, bu hissədir. 3 dənə element. Sonra deyir ki, A'dan bunları atın. A'dan bunları atsam, yalnız S və Y gedəcək. Çünki T onsuz zaten A'da yox idi. Ortaq olan bir dənə budur. Bunlar gedəcək. Nə qalacaq? 1, 2, 3, 4, 5. 5 element qalacaq. 38-də olacaq D variantı. 39 da eyni qaydadadır. 40 da eyni qaydadadır. Yaxşı, gəlin 40-a da baxaq. Bu formada yazacağım. Bu S və A və B-ni də qeyd eləyək. P, F, D, S, B, A, N, M, Y, K. Nə deyir? Deyir ki, S çıxılsın A kəsişmə B-nin neçə elementi var? A kəsişmə B nədir? Bir dənə A-dır. Və mən ümumi S-dən bir dənə bu A-nı atsam nə qalacaq? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 element. 40-da oldu cavab E variantı. Bura qədər inşallah növbəti izahlarda da görüşərik.